Tam deyib yox. Yəni işgəncə verməsinlər də. Deyir, bir də gördüm ki, deyir, bir meyit uzadıblar. Deyir, dedi, Ağayev Zahid Sətdaroğlu, deyir, məni yumruğun altına saldılar. Bəs bu nədir? Ağayev Zahid Sətdaroğlu. Vayen şeydə, çiynində avtomat, əyni də vayenli paltarda. Deyir, ağladım, özüm atdım oğlumun üstünə. Ay Zahid dedim, ağladım. Deyir, gəldilər məni. Ondan sonra ən çox işgəncəni ondan sonra verdilər atama. Dişlərini çəkmişdilər. Allah verdi Bağırovla görüşü. Atamı da onun əli ilə aldıq. Ağdamda gürovları gözləyir. Bir gün evdə oturmur, bir gün. Hər gün Ağdama gedir qardaşlarıma görə. Həmin evin böyük qardaşımdır. Həmin bir ən balaca qardaşım. Hər gün gedirdi. Hər gün gedirdi Ağdamda. Əsirlər gələn yerə, məçidə gedirdi ki, bəlkə bala övladlarımdan hansısa gələr. Hər gün gedirdi əsirlər gələn yerə, ta ki o əsirlərin dəyişdirilməsi qutarana qədər. Yer xəstəsi olana qədər bir gün oturmadı. Halbuki atam demişdi ki, övladlarımız ikisi də şəhid olub. İnanmırdı. 2 il demək olar ki, anamın dili batdı. Yəni, atama qarşı da kinlənirdi ki, bəlkə inanmırdı ki, ölüblər onlar. İnanmırdı, şəhid olublar. Atam deyirdi, Zahidi gördüm, öldü. Anam deyirdi, ölməyib, yalan deyirsən, inanmıram. Heç bir vaxt inanmadı. Ölən günə qədər inanmadı, Zahid gələcək. Mənim balalarım ölmüşdü, sağdı.